ailəsi 7 yaşlı əlinin məktəbdə həm sosial, həm də pedaqoji sahədə problemlər yaşamasını əsas tutaraq psixoloqa müraciət elədilər. Əliyev bir ortancıl övladıdır. Uşaqların sayı hər zaman bütün keyslərdə önəmlidir. Yəni buna həmişə diqqət yetirir. Əliyevin ortancıl övladıdır. Bacısı 9 yaşında, kiçik qardaşı ise 4 yaşındadır. Əlinin isə 7 yaşı, yəni ortancıl uşaqdır. Valideynlərinin fikrincə, Əlinin problemi məktəbdən qaynaqlanırdır və məktəbi günahkar bilir. Müəllimi tez-tez onun məktəbindəki problemlərin davranışları ilə bağlı evə bildirişlər göndərirdilər. Və bildirişlərdə tapşırıqları tamamlamadığına, sinifdən narahatçılıq yaradan hərəkətlərin olduğunu, eyni zamanda agresiv davranışlar olduğunu, sinif mühitini pozduğunu, Əlinin uşaqlıq dövrlərinə söykəndiyini bildirir. Və fikirləşir ki, müəllim, o çətin uşaqlıq keçirilir, valideynlərinin təhlükəli əşyalar ilə oynamaq və yaxud sobanı açıb bağlamaq, hansı ki, müxtəlif təhlükə törədə biləcək hadisələri yaratmaq üçün izin vermədikdə, o bunu çığıraraq oyuncaqlarını sındırmış və yaxud bir şeyləri ataraq agresiv davranmışdır. Ümumiyyətlə, bunlarla yanaşı, bacısı ilə qurduğu ünsiyyətin zəifliyi, həmçinin agresiv istiqaməti də gözdən qaçmırdı. Əli ətrafındakı digər uşaqlara qarşı münasibətində agresiv davranışlar sərgiləyirdi. Yəni, necə ailəsində, məktəbdə də eyni mühit. Əlinin çox az müddətli diqqət davamlılığı var idi. Verilən tapşırıqların üzərində bir neçə dəqiqədən artıq qala bilmirdi. Yəni, bir dəqiqə və sonra yoxdur. Əli ilə birlikdə çölə çıxıb, istirahət mərkəzinə dincəlməyin belə qeyri-mümkünlüyünü valideynləri ifadə edirdi. Əli çünki göstərdiyi bu davranışların öhdəsindən necə gələ biləcəyini valideynləri də bir yol axtarırlar, tapa bilmirlər. Bunun üçün psixoloqa müraciət edirlər, əvvəldə bildirilmişdir. Və ailə daxili münaqişələr yaşamışdılar. Bu da istər-istəməz ailə mühitini pozmuşdu. Çünki istirahətə çıxa bilmirlər, məktəbdən şikayət gəlir, uşaq davamlı şəkildə evdə müxtəlif davranışlar, hətta ailə artıq bu problemdən beri. 1. Sizcə uşaqlarınızda psixoloji problemlər var. 2. Bu problemləri necə təhsil verənlər tərəfindən nümayiş etməliyik? 3. Belə şagirdlərin psixoloji durumun yaxşılaşdırılması üçün nə tövsiyə edildi? 5. Praktikanızda bu cür uşaqlar olmaz. Biz bir görüşürüz. Bu keysimizin nömrəsi 4'dür. Nümayəndəmiz baxaq görün nə deyirlər. Biz de burada ilk sual kimi cevaplandırmışıq ki, burada belə başa düşük, problem ilk öncə ailədən qaynaqlanır. Uşağın da burada deyil, psixoloji problemi nədir? Bunda emosional tənzimləmə yoxdur uşaqda. Belə götürdük ki, emosional tənzimləmə zəifdir. Sonra diqqət təsirliyi var uşaqda. Sonra dedi, bu ikinci sual neydi? Bu problemləri hansı təhsil verən, yəni müəllimlərə nə önərə bilərsiniz? Müəllimlərə nə önərə bilərdik? Məktəb psixologu ilə birlikdə söhbət aparmaq biz götürmüşük. Bir də götürmüşük ki, müəllim şagird və müəllim üstbucağına dayanaraq bu problemin qarşısını ala bilərlər. Sonra üçüncü, belə şagirdlərin psixoloji durumunun yaxşılaşması üçün nə tövsiyə edərsiniz? Yenə də burada da yazmışıq ki, müəllim üstbucağına dayanaraq, yəni də psixologla söhbət aparmalıyıq. Burada da problemin əsas qaynağı kimi biz götürmüşük ki, uşağa nə olar və ya da nə olmaz düzgün şəkildə verilmiyor. Çünki orada qeyd edilirdi ki, uşağın hansısa təhlükəli əşyalardan istifadə edəndə, uşağın əlindən alanda uşaq onu agresiv şəkildə nəyə götürürsə, atırdı, neyniyirdi. Orada biz götürdüyümüz odur ki, nə olar, nə olmaz düzgün şəkildə başa salınsıydı, uşaq o çılgınlıqları edilməzdi. Yəni, əsas problemin qaynaqlanması ilə bunlardan götürmüşük. Sonra o ki, deyir ki, uşaqlar gəzintiyə birlikdə, uşaqla birlikdə gəzintiyə çıxmağı onlar belə eləyə bilmirdilər də, o şeyə hazır kimi hiss eləmirdilər. Orada əsla bu boyda, yəni, problem kimi bunu önə vermək düzgün deyildi. Çünki hər yolla, hər hansı, mən öz fikrimi deyim, hər hansı bir pis uşaq yoxdur, ümumiyyətlə pis uşaq yoxdur. Biraz çılğın, biraz agresiv uşaq, onların haradasa hansısa tərəfində bir yaxşı yönü var. Onu ilk öncə də bu yön valideynin üzərində düşür. Valideyn bu yönü satmalıdır. Hətta elə olur ki, biz müəllimlər onu biz valideyn kimi, mən özüm də üzr istəyirəm məndən böyüklərəm, mənim uşaqlarım artıq universitetləri, yəni onlar ora gedənə qədər mən özüm müəllimlərlə necə işləmişəm.
gəlmişəm. Demişəm ki, müəllimə, mənim uşağımın dini budur. Belə deyin, belə işləyin. İstəyir məktəb hazırlığında, istəyir yəni hazırlıq dövrü, istəyir də məktəbdə. Yəni valideyn, müəllim var. Bu cəhətdən biz götürmüşdük ki, valideyn ixticarından istifadə edilməlidir. Yenə də dediyim kimi. Burada müəllimlə o qədər də yox, problemi ailədən gəlir kimi götürmüşük biz. Çünki onlar olmaz düzgün şəkildə verilməyib, uşağın aqressivləri artır. Tamam. Çok sağ olun. Teşekkürler. Buyurun. Alqışlayaq. Alkışlar.